Əslində əvvəlki ayələr Allahın zat və sifətlərindəki tövhidinə, bu ayələr isə onun ibadət və feillərindəki tövhidinə işarə edir. İbadətdəki tövhid odur ki, bəndə Allahdan başqa heç nəyi və heç kimi ibadətə layiq görmür. Yalnız ona ibadət edir, yalnız onun əmr etdiklərini qəbul edir. Ondan qeyrisinin bəndəsi olmaqdan boyun qaçırır. Feillərdəki tövhid isə odur ki, bəndə yalnız Allahı dünyada yeganə təsir qüvvəsi olaraq qəbul edir. Bunun mənası o demək deyil ki, dünyadakı vasitələrdən imtina edək. Sadəcə olaraq bu vasitələrin mütləq təsir etmə qabiliyyətinə malik olduğunu düşünməliyik. Bilək ki, bu və digər vasitəyə təsir gücünü məhz Allah vermişdi. Bilməliyik ki, o dayandırıcılıq, günəşə işıqlandırma, suya həyat vericilik xüsusiyyətini verən məhz Allahdır. Bu düşüncənin nəticəsi o olacaq ki, bəndə yalnız Allaha təvəkkül edəcək, hər bir güc və qüdrətin ona xas olduğunu qəbul edəcək. Ondan başqa bütün vasitələrin fani olması ilə razılaşacaq. Biləcək ki, yalnız Allaha arxalanmaq, ancaq ona ibadət etmək lazımdır. Bu düşüncəyə malik olan insan Allahdan başqa bütün varlıqlardan əlini üzüb, yalnız ona arxalanacaq. Hətta bu və digər vasitəyə əl atdıqda da biləcək ki, həmin vasitənin təsiri də Allah tərəfindəndir. Yəni, bütün səbəblərinin fövqündə Allah dayanır. Bu düşüncə insanın ruhunu o qədər yüksəklərə qaldırır ki, onu məhdud çərçivədən çıxarıb sonsuzluq və əbədiyyətə qovuşdurur. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.